Can, sabahınız xeyir. Bu günlərim nə dinlə danışmayacağım, nə axirətdə, nə siyasətdə. Şikatırımı vururam. Bu günlərim mənim atamın elə bir ki 2 ildir də dünyasını dəyişib, ölüm günüdür. Allah rəhmət eləsin bütün dünyasını dəyişmiş valideynlərə, qalanlara can sağlığı. Nə atam yox, nə anam yox. Şikatırımı vurub çörəyimi qazanıram. Deməli, nəyi demək istəyirəm? Atam ümumiyyətlə bizə baxmayıb. Elə bir ki, Allah rəhmət eləsin, baxsa da, baxmasa da. Onsuz da Uca Allahın nəzəri üzərimizdə oldu. Deməli, günlərin bir günüdür. Biz amma heç çoxluğumuzun ağı olmadıq. Baxsa da, baxmasa da bizim elə bir ixtiyarımız yoxdur. Allah rəhmət eləsin. Layiqli şəkildə də dəfn elədik, xalq millətdə gördü. Yəni, heç övladına maşın alıb verən atalar heç elə dəfn olunmur. Mən də buradan getmişdim, atam dünyasını dəyişəndə. Dedim ki, nə lazımdırsa eləyəcək. Cibimdə də mənim 15.000 manat var. 20.000. Nə lazımdırsa eləyəcək, yüksək səviyyə. Allah rəhmət eləsin. Sözüm onda yox. Deməli, bir gün atamla mənim diyalogum oldu. Dedim ki, ata, axı anamız dünyasını dəyişdi və sən də bizi atdın, getdin. Və sən fikirləşmədin ki, biz ölərik, nə bilim, qalarıq. Dedi, oğul, mən sizə baxıram ki, tarakan kimi bir şeysiniz. Siz hara ölürsünüz? Siz ölən adamsınız. Mən bilseydim, deyir, siz ölərsiniz, mən sizi buraxıb çıxıb gedərdim. 5-4 qardaş bu vacı. 5 uşaqsınız, ağız deyəni qulağı eşitmir. Mən sizin içinizdə qalsaydım, mənim ürəyim partlayardı. Sonda da atam ürəyi tuturdu, Allah rəhmət eləsin. Elə bir bilirmiş, eləmiş onu deyirdi. Elə keşkə bizim yanımızda elə yaşayardın, ürəyim tutardı da. Hə, dedim ki, sən fikirləşmədin ki, biz acımızdan, susumuzdan ölərik. Deyir, mən bilirəm ki, siz öləsi döyürsünüz. Dedim, sağlığın, dedim, məsələn, valideyn kimi bizim həyatımızda sizin rolunuz nə olmalıydı ki, məsələn, nə oldu? Yəni, bizi nəsil artırmaq deyiblər, sən artırdın, bir nəsil hamba köşdün, söydün, düzündən çıxdın, getdin. Sizin funksiyanız nədir ki? Mənə deyir ki, oğul, mənim funksiyam o deyil, sizi dünyaya gəlmənizə səbəb olmuşam. Mən dedim, hə ata. Sonra bəsdir, gedim yaşayın da, məndən nə istəyirsən? Mən belə danışıb güləndə çox insanlara girinc gəlir. Məsələn, o insanlara maraqlı gəlir ki, o insanlar atası, məsələn, onların qəhrəmanıdır. Başa düşsən? Axı, mənim atam, anam, mənim, məsəl üçün, deyirlər, atam rəhmətə gedir. Elə biləm, kətdən misal üçün, sıradan olan bir adam rəhmətə gedir. Mən o hissi yaşamamışam, axı, o duyğular bilmirəm nədir. Məsələn, sən öz atı ilə mənim atamı müqayisə eləmə. Məsələn, mən bu dəqiqə, misal üçün, bütün bəşəriyyət qırılsa, heç mən özüm maraqlı deyirəm. Məsələn, mən heç kimi hiss eləmirəm. Çünki mənə heç kimdən xeyir yoxdur, axı, mən özüm yaşayıram. Uca Allahın nəzarətində. Məni bu dəqiqə, misal üçün, burada yıxıb olsam, heç kim mənə görə ağlayəsi də deyir. İnsanın gərək bir doğmalıq hiss verəsən ki, ona o onu hiss eləyər. İnsan duyğudan, hissdən ibarətdir. Bunu dərk eləməlisiniz. Mən belə danışanda deyirlər, bu soyuqqanlıdır, misal üçün. Soyuqqanlı uşaq, mən ümumiyyətlə ağlım kəsəndən atsız böyümüşəm. Məsələn, mən hiss eləmirəm, valideyn nədir, ana nədir, ata nədir. Ona görə də o yaxşı valideynlər var, misal üçün. Mən hansısa bir o övladı qədrini bilməyən valideyn var. Mən onun, məsələn, övladı olsaydım, bu gün mən burada şikatır vurmazdım. Bəlkə də mənim Bakıda 4 dənə belə evim var idi. 4 dənə. Dostum nə deyirəm? Mən evdə adil sef ayrılmış məsələsində belə valideynlərim. Orada sef var, məsələn, açdım, qapısını, pulun götürdüm, xərcdə mənə demə. Öpürəm hər birinizi, belə. Çalışın, həyatda elə valideyn olun ki, övlad dünyanızı dəyişəndə övladlarınız sizə görə saç ağartsınlar. Onlar elə bilsin ki, onların dünyaları getdi. Bəzi adamlar verir, keyfdən damaqdan danışırlar. Keyfdən damaqdan danışsız, ölüb gedəsiniz bu həyatdan, heç kim sizə görə ağlamayacaq. Ümumiyyətlə, insan keyfdən damaqdan danışa bilər, subay vaxtı. Elə ki, evliliyə qədəm qoydun, o söhbəti bağlamalısan. Çünki artıq sən nəsil artırma qabiliyyətinə girirsən. Sən özündən başqa burada insanlar qoyub gedəsən. Ulu öndərimiz Heydər Əliyev, Allah rəhmət eləsin, görsən nətəri İlham Əliyev kimi övlad qoydu, getdi. Hər yerdə bu dəqiqə adı yaşayır. Mənim atam məni qoydu, getdi burada bir dənə, məni də atsız. Belə olmur axı. Sonra deyirlər ki, bu adam danışır. Ben səhv danışıram. Təkdə mən deyirəm, milyonlarla mənim kimi uşaqlar
uşaq evlərində, orada, burada. Düz deyim, mən indi aya 8000 pul qazanıram. Mən üçün heç, mən istəsəm bir kəndi mən saxlayaram bu dəqiqə. Mən Bakıda evim, burada evim, mənim heç bir dəqiqə ayağımı uzadıram, belə elə bir ki, dünyanın kralı mənim. Söhbət ondan getmir, nə siqaret çəkirəm, nə içki içirəm, nə ələ-ərili eləyirəm, nə uğraşdı eləyirəm, nə biqriyyətli eləyirəm, ağlım, savadım, nitqim. Mənim heç danışığım görürsən, bax, nitqim var, şkafırımı vura-vura danışıram. Adam başı bu danışığı çəkmək üçün 5 dəfə təkrar silir, pozur videonu. Toyda bir sağlıq deyə bilmir, görsən nətər danışıram. Saatlarla, bax, mövzuları kesid eləyili danışaram belə, dayanmadan. Öpürəm hər birinizi.